Salam, hər vaxtınız xeyir olsun. 2025 Riyaziyyat 2-ci hissə test toplusundan ilk mövzunun izahına, yəni ki, funksiyanın birinci bölməsinin izahına baxırıq. Birinci sualımızda deyirlər ki, funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırlarını tapmaq nə deməkdir? Funksiyanı sıfıra çevirən qiyməti onun sıfırları hesab olur. Yəni ki, 3/1x çıxılsın 20-ni bərabərləşdirirsə sıfıra. Bunu da həll etmək üçün 3/1x bərabər də alınır 20. X də bərabər də alınır 60. Deməli, bu funksiyanın sıfırı 60'dır, sevəndir. İkinciyə baxsaq, burada artıq y bərabər 9 yazıblar. Yəni ki, biz yazsaq burada sağ tərəfi sıfıra bərabərləşdirsək, 9 bərabər 0 alınır. Bu da yanlışdır. 9 sıfıra bərabər olmadığı üçün deyirik ki, bunun sıfırları yoxdur. Növbəti sualda deyirlər, funksiyanın qrafiki D 9 -3/1 nöqtəsindən keçirsə k-nı tapın. Baxın, burada həmişə nöqtə veriləndə birinci x-in qiyməti olur, ikincisi y-in qiyməti olur. Yəni ki, burada x 9'dur. Yazın bunu burada da. X yerinə 9 yazarıq. Y yerinə də -3/1 yazıb, oradan k-nı tapa bilərik. Deməli, y bərabərdir. Yəni ki, -3/1 bərabərdir yazıram. K bölünsün x yazıblar. K bölünsün x 9'dur. K-nı tapmaq üçün çarpaz 9'u -3/1'ə vururuq. Bu da alınır burada. -3 alınmış oldu. Deməli, K-nın qiyməti -3 oldu. A bəndidir. Növbəti 4 nömrəli sualda eyni tipdəndir. K-nı tapın deyirlər. Yenə burada əlbəttə ki, birinci x-in qiyməti olur. İkincisi y-in qiyməti. X-in yerinə -25, y-in yerinə 5/1 yazarıq burada. Və oradan K-nı taparıq. Y bərabərdir, yəni ki, 5/1 bərabərdir. K bölünsün, x-dəki -25'dir. K-nı tapmaq üçün çarpaz olaraq -25'i 5/1'ə vururuq. Bu da alınır. Deməli, buradan -5. Yəni, B bəndi. 5 nömrəli sualda eyni tipdir. Deyir, K-nın hansı qiymətinə funksiyanın qrafiki A -3 -7 nöqtəsindən keçir. Burada birincisi x-in qiymətidir, ikincisi y-in qiyməti. Onda burada y-in yerinə -7, x-in yerinə -3 qoyub k-nı taparıq. Deməli, -7 bərabərdir yazırıq bir dəqiqə. K çıxılsın 2 bölünsün -3. Çarpaz vursaq, k çıx 2 bərabər də alınır 21. K da bərabərdir 23 almış olduq. Yəni, qutardı. Bu da D bəndi. 6 nömrəli sualda deyirlər, bucaq əmsalı -0,4 olan xətti funksiyanın qrafiki A -2,5, 2,6 nöqtəsindən keçirsə, onun tənliyini yazın. Tənliyi bu formada olur ki, y bərabərdir kx plus b. Burada bizə k-nı veriblər, bucaq əmsalınız -0,4. X veriblər -2,5, y də 2,6. Burada gətirib yerinə qoyub b-ni tapmaq lazımdır. Deməli, 2,6 bərabərdir. K -0,4 vurulsun x -2,5 plus b. 2,6 bərabərdir. -0,4'ü -2,5'ə vursaq 1 eləyir. Müsbət 1 plus b. B də bərabərdir. 2,6'dan 1 çıxırsam 1,6 eləmiş oldu. Sonra gətirib baxın bu tənlikdə neyniyərik? K-nın yerinə -0,4, B-nin yerinə 1,6 qoyarıq. Bu formada tənliyi tapmış olarıq. Y bərabərdir -0,4 x plus 1,6. O da eləyir C bəndi. Növbəti 7 nömrəli sualda deyirlər, funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiya bilirsiniz ki, y bərabərdir kx plus b formasında olur. A bəndi olmaz, x məxrəcdədir, b də olmaz, c də olmaz, d də olmaz. Y bəndi olar. Y bəndində elə bil ki, y bərabərdir 5/1x plus 3/1'dir də sanki. K-mız orada 5/1'dir, b də 3/1'dir, ola bilər. 8'də deyirlər ki, qrafikə görə xətti asılığı müəyyən edin. Baxırsınız ki, düz xəttdir və koordinat başlanğıcından keçib düz mütənasiblik funksiyasıdır. Və burada qrafik birinci və üçüncü rüblərdə olduğu üçün k-mız müsbətdir, k sıfırdan böyükdür. Və k bərabər olurdu nəyə? Tangens alfaya. Yəni ki, həmin bu
Qrafikin x oxunun müsbət istiqaməti ilə əməl gətirdiyi bucağın tangensinə bərabər olurdu. Tangens alfadakı alfa orada 60 dərəcə olduğundan k bərabər alınır. Tangens 60 dərəcə. Bu da bərabər köşdöş alınır. Düz mütənasibliyin funksiyası tənliyi də belə olurdu ki, y bərabərdir kx. K-nı tapdıqsa olur kök altında 3x. Bu da olur hansı variant Y bəndi. 9 da eyni tipdir, amma burada fikir versəz, qrafik hardan keçir? 2/4 cüblərdə k mənfi olacaq burada. Deməli, k burada bərabər olur yenə tangens 120 dərəcəyə. Yəni ki, qrafikin x oxunun müsbət istiqaməti ilə əməl gətirdi bucağın tangensinə. Tangens 120 dərəcə çevirmə düsturları ilə tapsaz, tangens bu 180, yəni ki, pi çıxılsın 60 dərəcə deməkdir. 120 dərəcə ümumiyyətlə baxırsınız ki, neçənci rübdədir? İkinci rübdə. İkinci rübdədə tangens mənfidir. Bu da olacaq mənfi tangens 60 dərəcə. Bu da mənfi köşdöş alınır. Demək, k-nı tapdıq mənfi köşdöş. Onda funksiya y bərabərdir kx olduğundan y bərabərdir mənfi kök altında 3x eləmiş oldu. Yəni C bəndi. 10 nömrəli sualda deyirlər y bərabərdir kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Deməli, qrafik ümumiyyətlə baxırsınız ki, yəni birinci bu üçüncü rüblər tərəfindən keçib deyənə burada k müsbət olacaq. K sıfırdan böyük. Amma ki, biz demişdik ki, bu qrafikin y oxunu kəsdiyi nöqtəsi b-nin qiyməti olurdu. Baxırıq ki, y oxunu burada kəsib. Burada da ki, mənfi olacaq deyənə b-miz mənfi olar. Demək, k müsbət, b mənfi oldu b bəndi. 11 nömrəli sualda deyirlər, y bərabərdir kx plus b funksiyasının qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Baxırsınız ki, qrafik ikinci və dördüncü rüb tərəfdən keçdiyi üçün k mənfi olacaq. K sıfırdan balacadır. Və y oxunu da burada kəsibsə, burada b-nin qiyməti olurdu. B müsbətdir. K mənfi b müsbət, o da olur D bəndi. 2 nömrəli sualda deyirlər, y bərabərdir kx plus b funksiyasının qrafikinə əsasən k plus b cəmini tapın. Deməli, burada b-ni dərhal görə bilirik ki, b burada funksiyanın qrafikinin y oxunu kəsdiyi nöqtədir. B-miz 5-dir. K isə bərabər olurdu ki, qrafikin x oxunun müsbət istiqaməti ilə əməl gətirdiyi bucağın tangensinə. K bərabərdir tangens alfa. Alfamız burasıdır, baxın. Bu alfanı tapmaq üçün də gəlin həmin o düz bucağı, üç bucağı burada quraq. Burası 5'dir, burası da 5'dir. Düz bucaqlı üç bucaq bərabər yanlı olduğu üçün katetlər 5, 5'dirsə, hipotenuz 5 kökdə 2 olur. Bu heç. İndi burada alfadırsa, tangens alfa zaten bərabər olurdu ki, nəyə? Qarşı katetin bitişik katə nisbəti 5/5. Yəni, bu 1 vermiş oldu. Bunu 1 tapdıqsa, deməli, K'mız da 1 olacaq. K da bərabərdir 1. K 1 oldusa, bizdən də bunların cəmini istəyirdi. K plus B-ni. Yəni ki, 1 plus 5, bu da elədi 6. A bəndi tapmış olduq. Y bərabərdir 5/x plus 4 düz xətt üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Apsis x deməkdir, ordinat isə y deməkdir. Deyir ki, apsis ordinata bərabərdir. Deməli, biz burada y yerinə də x yaza bilərik və yaxud da x-in yerinə y yaza bilərik. Fərqi yoxdur onun. Yazaq burada 13 nömrəli sualda. Onda x bərabərdir 5/3x plus 4. 5/3x o tərəfə atsaq, x çıxılsın 5/3x. X çıx 5/3x bərabər deyilir 4. X-dən də 5/3x çıxanda qalır 5/2x bərabərdir 4. X də bərabərdir burada. Bunu o tərəfə atanda 4 bölünsün 5/2 olur. Onda vurulsun 2/5 olacaq. 2 ilə 4 x-lar gedir. Qaldı burada 2/5 10. X 10'dur. Bizə demişlər axı apsisi ordinata bərabərdir. X 10'dursa y də 10'dur. Və bunların cəmini istəyirlər. 10 plus 10. Bu da eləyər 20. Yəni C bəndi eləmiş oldu.
14 nömrəli sualda deyirlər, y bərabərdir 4 x plus 2 düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Yenə eyni tipdir. X-in yerinə y və yaxud da y yerinə x qoya bilərim. Elə y yerinə x qoyaq. Burada. Onda x bərabər də alınır ki, 4x plus 2. 4x-i atırıq sol tərəfə. X-dən çıxarsan 4x qalır 4-də 1x. 4-də 1x bərabərdir 2 alındısa, x bərabər 8. X 8-dirsə, y də 8 eləmiş olur. Və bizdən bunların cəmini istəyirlər. 8 plus 8 elədi 16, yəni D bəndi. Növbəti 15 nömrəli sualda deyirlər, qrafik hansı funksiyaya uyğundur? Baxırsınız ki, bu qrafik tərs mütənasiblik funksiyasının qrafikidir. Y bərabərdir k bölünsün x formasında olan bir funksiyadır. Və baxırsınız ki, burada birinci və üçüncü rüblərdə olduğu üçün k-da müsbət olmalıdır. Bunu da nəzərə alaq. Və burada ancaq kəsr funksiyası, yəni ki, x-i məxrəcdə olan funksiya sadəcə B bəndi olduğu üçün doğru cavabımız B bəndi olacaqdır. 16 nömrəli sualda deyirlər, funksiyalarının qrafikləri verilmişdir. K və B-nin işarəsini təyin edir. Deməli, biz demişdik ki, birinci və üçüncü rübdə olanda bücəq əmsal, yəni ki, k-nın qiyməti, həmin o ümumiyyətlə y bərabər k bölü x formasında olurdu da bizim funksiyamız. İndi burada fərqlilik olsun deyənə buna b deyiblər, buna k deyiblər. İndi 1 və 3-cü rüblərdə deyənə k-mız 0-dan böyük olacaq. Və amma bu birisi isə 2 və 4-cü rüblərdə olduğu üçün b isə mənfi olacaq. K müsbət, b mənfi. Bu da baxırıq C bəndinə uyğundur. 17 nömrəli sualda isə hər biri baxırsınız 2 və 4-cü rüblərdədir. Deməli, hər biri mənfi olmalıdır. K da mənfi, B də mənfi, A bəndi. Nömrəli sualda deyirlər, A da mənfidir, B də mənfidir. Və modulda A balacadır, modulda B-dən. Deməli, burada məsələn belə düşünün ki, A mənfi 1 olsa, B də burada mənfi 2 olmalıdır. Modullar isə artıq mənfi 1-in modulu 1 eləyər, mənfi 2-nin modulu 2 eləyər və 1 2-dən balaca olar. Deməli, tapdıq ki, A-mız mənfi 1, B-miz mənfi 2 olmalıdır. Deyir, onda olduqda y bərabərdir AX, y bərabərdir BX funksiyalarının qrafikləri necə yerləşmişdir? Deməli, hər biri mənfidirsə A da B də, deməli, hər biri 2-4-cü rüblərdə olmalıdır. Ya C olar, ya da Y olar onda. İndi bir də baxırdıq ki, məsələn, mənfi 2x-dir bu tutaq ki, bu da mənfi 1x-dir. Artıq mənfi 2x y-na daha yaxın olacaq da, belə düşünün. Məsələn, mənfi 3x olsaydı daha yaxın, mənfi 5x olsaydı daha da yaxın o formada. Onda burada elə y bəndi alınacaq. 19 nömrəli sualda deyirlər, fx sabit funksiyası üçün f1 vurulsun, f3 vurulsun, f9 bərabərdir mənfi 27 olarsa, f64-ü hesablayın. Ümumiyyətlə, sabit funksiyadırsa, f1 də eyni qiymət verər, f3 də eyni qiymət verər, f9 da eyni qiymət verər, f64 də eyni qiymət verər. Məsələn, bu da x deyək, buna da x deyək, buna da x deyək. Onda alınır x-in kubu bərabərdir mənfi 27-dirsə, deməli, x burada nə alınır? Mənfi 3 alınır. Deməli, elə f64 də mənfi 3 verəcək. C bəndi. 20 nömrəli sualda deyirlər, fx bərabərdir a-3x-in kvadrat plus b-4x plus 2a plus 3b. Sabit funksiya olarsa, f-a plus b-ni tapın. Deməli, ümumiyyətlə, sabit funksiya olması üçün sabit funksiya hər hansı bir sabit qiymət almalıdır. Bunun üçün də x-in kvadratının və x-in əmsalı, yəni ki, dəyişənlərin əmsalı 0 olmalıdır. Ona görə də biz dəyişənlərin əmsalını 0-a bərabərləşdiririk. a-3 bərabərdir 0. Buradan a bərabərdir 3 almış olursan. Həmçinin b-4 də bərabər 0 olmalıdır. Onda b bərabər 4 tapmış oldun. Bunlar tapandan sonra indi sabit funksiyanı tapsaq, fx bərabər də alınır. Artı x kvadratın və x-in əmsalı 0 olduğu üçün onlar yoxa çıxmış oldu və qaldı 2a plus 3b. Buradan da alınır 2 vurulsun, a-nı yenə 3 yazırıq, plus 3 vurulsun, b də ki 4'dür. Bu da bərabər də alınır ki 6 plus 12, yəni 18.
İndi bizdən istəyirlər ki, f a plus b, yəni 3 plus 4, yəni f7-ni tapın. Sabit funksiyada da həmişə sabit qiymət aldığı üçün f7 də olsun, f100 də olsun, f50 də olsun, hamısı 18 qiymətini alacaq. Yəni ki, fx 18-dirsə, f7 də 18 alınacaq. Bu da evəndə eləmiş oldu. 21 nömrəli suala baxaq. 21 nömrəli sual əvvəlki test toplusunda da vardı, 2023 olanda. Amma ki, 20 nömrəli sual, bayaqki sual, yeni sual idi. Baxaq indi buna. Yer k bərabər deyil 5 və fx bərabərdir kx plus 5 bölünsün. 5x çıxılsın 25 sabit funksiya olarsa, k plus f2 cəmini tapın. Deməli, baxın burada fx bərabərdir yazıram. Məxrəcdən 5-i ortaq çıxarsa, qalır burada x minus 5. Sürətdən də k-nı ortaq çıxarsa, qalır burada x plus 5 bölünsün k qalır. İndi bunun sabit funksiya ola bilməsi üçün deyirlər, axı bu sabit funksiyadır. Onda bunun üçün bu k-dan asılı olanlar ixtisar getməlidir. İxtisar getməsi üçün də bunlar bir-birinə bərabər olmalıdır. Bir-birinə bərabər olmalıdır deyəndə, yəni ki, k plus 5, x plus 5 böl k bərabər də olmalıdır x minus 5-ə. Onda buradan da çıxır ki, 5 bölünsün k bərabərdir mənfi 5. Onda k bərabərdir mənfi 1 almış olduq. K mənfi 1-dirsə, onda bu belə olur da. K-nı yerinə mənfi 1 qoysaq, mənfi 1 bölünsün 5. Deməli, fx bərabərdir mənfi 5-də 1 oldu. İndi istəyirlər k plus f2-ni tapaq. K plus f2. K mənfi 1-dir. İndi fx funksiyası sabit olduğu üçün fx mənfi 5-də 1-dirsə, f2 də mənfi 5-də 1 olar. Plus mənfi 5-də 1. Mənfi 5-də 1 də ki, deməli olacaq mənfi 0,2. Burada da mənfinin müsbətə təsiri mənfi 1 minus 0,2 alınır mənfi 1,2. Yəni D bəndi. 22 nömrəli sualda deyirlər, düz xətlərinin kəsişmə nöqtələrinin koordinatları hasilini tapın. Bu zaman biz bu funksiyaları bir-birinə bərabərləşdirərik. Yəni ki, 3x minus 7 bərabərdir 5x minus 13 yazarıq. Yazırıq. Bərabərdir 5x minus 13. İndi belə eləyərik. X-ləri bir tərəfə, y-ləri bir tərəfə atıb, x-i taparıq oradan. Bu x-i gətirsək bu tərəfə, 3x çıxılsın 5x mənfi 2x alınır. 7-ni atsaq o tərəfə, mənfi 13 plus 7 mənfi 6 alınır. X-ə bərabərdir mənfi 6 bölünsün mənfi 2, 3 almış olduq. X-i tapdıq. İndi yerinə qoyub hər hansı birində, fərq yoxdur, eyni qiymət alınacaq. Hər hansı birində yerinə qoyub y-i tapırıq. Y bərabərdir. Birincisində yerinə qoyaq. 3x minus 7-də 3 vurulsun 3 minus 7. Bu da alınır 9 çıx 7 2. Deməli x 3, y-də 2 olacaq. Bunların hasilini istəyirlərsə 3 vurarıq 2-yə alınır 6. Bu sualın doğru cavabı 6 eləmiş oldu. 23 nömrəli sualda deyirlər, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar deyir. O zaman biz ümumi sayın neçə dəqiqə sonra 210 olacağını soruşursa, əvvəlcə belə eləyək. Deməli, fx burada birinci şagirdindir. Bu deməli 20 dəqiqə 18 səhifə oxuyur. Deməli 20 dəqiqəyə 18 səhifə oxuyursa, 1 dəqiqə neçə səhifə oxuduğunu tapmalıyıq. 1 dəqiqə x. Buradan x-i tapsaq bərabər deyilər. Çarpaz vurub bölsək 18 bölünsün 20. Bunu da ixtisar aparsaq hər birini 2-yə bölərik. 10-da 9 alınır. Deməli, birinci şagird 1 dəqiqə 10-da 9 səhifə kitab oxuyacaq. İndi o birisinə baxırıq ki, 30 dəqiqə 15 səhifə oxuyur. Deməli, 30 dəqiqəyə 15 səhifə oxuyursa, 1 dəqiqə görə nə qədər oxuyur? 1 dəqiqə x yazarıq. Buradan x-i tapsaq, çarpaz vurub bölərik, 15 bölünsün 30. Bu deyilir 2-də 1 səhifə oxuyur. Cəm olaraq birlikdə 1 dəqiqəyə 10-da 9 plus 2-də 1 oxuyurlar.
Və deyirlər ki, neçə dəqiqə sonra ümumi say 210 olar. Neçə dəqiqə sonra bilmirik. Vurulsun yazırıq burada. T bərabərdir 210. Bunları cəmi eləyir. Ortaq məxrəc bunlar üçün 10 olsa 10 bölü 2 5, 9 plus 5 14 T. Bərabərdir 210. T də bərabərdir burada. Çarpaz vurub bölür. 210'u vurarsan 10'a, bölərsən 14'ə. 14 7'yə bölünür 2 dəfə. Bu 7'yə bölünür 30 dəfə. 2 ilə 12 sar gedir. 2 2'yə 1 dəfə, 12'yə 5 dəfə. Qaldı 30 vur 5. Bu da elədi 150 dəqiqəyə. Deməli 150 dəqiqəyə ikisi birlikdə ümumi olaraq 210 səhifə kitab oxuyacaqlar. 20 işçi həmin işi neçə günə yerinə yetirərlər deyir. İndi baxın burada tərs mütənasiblik funksiyasının qrafiki verilmişdi. Tərs mütənasiblik haqqında ümumiyyətlə biz nisbət tənasüb faiz mövzusundan da bilirdik ki, tərs mütənasiblikdə tənasüb qurub düz formada vururduq. İndi baxın burada 10 işçi n+1 zaman müddətində bu işi görür. Onda n işçi də n+7 zaman müddətində bu işi görürsə, belə bir tənasüb qurduq və düz formada vurarıq. Yəni bu formada. Ondan sonra alınır ki, burada n vurulsun n+7 bərabərdir 10 vurulsun n+1. Buradan da alınır n kvadratı plus 7n bərabərdir 10n plus 10. Hamısını ataq sol tərəfə və bərabər 0 yazarıq. N kvadratı minus 2n olacaq. Minus 10 bərabərdir 0. Viyyətə əsasən köklərin hasili bizə mənfi 10, cəm isə müsbət 3 verirsə, onda 5 və mənfi 2 olacaq. N1 və N2'ni tapsaq. Amma ki, burada biz bilirdik ki, say mənfi ola bilməz deyənə mənfisini götürməliyik. N-ə 5 verərik. Baxın, indi burada n5 olsa, n+1 6, n+7 dəşim, deməli 5 plus 7 12 eləmiş olur. İndi biz tənasüb qurarıq. Deməli 10 işçi, baxırsınız ki, 6 saata yerinə yetirir ki, neçə, bayaq da saat deməyək, günlə gedib burada zamanımız. Deməli 10 işçi 6 günə yerinə yetirirsə, bəs 20 işçi neçə günə yerinə yetirir? Tənasüb qurarıq. X də bərabərdir. Çarpaz vurub bölsək. Bir də bir məsələ var ki, burada yenə tərs mütənasibdir deyənə çarpaz yox, düz formada əslində vurub bölməliyik. Bunu buna vurarıq, bunu buna. Alınır ki, onda burada 20x bərabərdir 60. X bərabərdir 3 almış olduq. Artıq tərs mütənasibliyi nəzərə almaq lazımdır. Deməli cavabımız burada 22 deməli 3 günə yerinə yetirir. Çünki belə düşünün də, həm qrafiki verilib, həm də ki, bilirsiniz ki, işçilərin sayı artdıqca daha tez işi bitirmiş olacaqlar və günlərin sayı azalar. Biri artır, digəri azalır. Tərs mütənasiblikdir. 25 nömrəli sualda deyirlər, A parametrinin neçə tam qiymətinə funksiyasının qrafiki ordinat oxunun mənfi hissəsində kəsir deyir. Ümumiyyətlə baxırıq ki, bu funksiya xətti funksiyadır. Y bərabərdir kx plus b formasında olurdu. Kx plus b. Və bunun da qrafikini ordinat oxunun mənfi hissəsini kəsməsi üçün b-miz mənfi olmalıdır. Yəni bu hissə sərbəst həddimiz mənfi olmalıdır. Burada baxırsınız ki, sərbəst hansıdır? 3a kvadrat minus 14a. Deməli nə olmalıdır? 3a kvadrat minus 14a balacadır 0-dan. Bunu həll edərik. Buradan a-nı ortaq çıxardırıq. Qalır ki, 3a minus 14 balacadır 0-dan. Bunu da 0-a çevirən qiymətlər 1 0-dır. Bir də ki, a 3a minus 14'ü də bərabərləşdirsək 0-a. A bərabərdir 3'də 14 olur. Bu da ki 4'dən 3'də 2 deməkdir. Bunları ədəd oxunda qeyd eləsək, bizə mənfi olan hissə lazımdır. 0'ı qeyd edirik. Bir də burada 4'dan 3'də 2'ni qeyd edirik. 4'dan 3'də 2'dən o tərəfə qiymət verəndə burada müsbət, mənfi, müsbət. Mənfi hissə lazımdır. Deməli burada a daxil olur. 0-la 4'dan 3'də 2 arasına. Bu aralıqda da tam qiymətlər
1 var, 2 var, 3 var, bir de 4 var. Yəni sayını istəyir 4 dənə oldu. Burada da qeyd edirik. 26 nömrəli sualda deyirlər, m parametrin hansı müsbət qiymətində fx bərabərdir mx plus 9 bölünsün 4x plus m sabit funksiya olar. Sabit funksiya olması üçün m bölünsün 4 bərabərdir 9 bölünsün m olmalıdır. Buradan çarpaz vursaq, m kvadrat bərabərdə alınır 36. Müsbət qiyməti istədiyi üçün m bərabərdə 6 olmalıdır. Burada da buradan qeyd elədik. 27 nömrəli sualda deyirlər, düz xəttlər üçün uyğunluğu müəyyən edin. 2x plus 2y bərabərdir 5. Yəni, bunlar verilib. Yəni, bunları sadələşdirək. Əvvəlcə ümumiyyətlə biz funksiyanı görə bilmək üçün oradan y tapmalıyıq da, əlbəttə ki. Birincidə y tapsaq, birincidə. Buradan 2x atırıq o tərəfə, 3y bərabərdə alırsan ki, 5 çıxılsın 2x. Buradan da hər tərəf 3-ə bölsə, y bərabərdə alınır ki, deməli 3-də 5. Və yaxud da belə eləyək də, mənfi 2x plus 5 kimi yazaq. Çünki bizdə ümumiyyətlə həmin o funksiyaya kx plus b-yə oxşasın. Onda buradan alırıq ki, hər tərəfi 3-ə bölsək, mənfi 3-də 2x plus 3-də 5 almış oluruq. Bu formada ikincisini də sadələşdirərik. İkincisində alırıq ki, əvvəlcə x-i o tərəfə atarıq. 3y bərabərdir. Mənfi 3x minus 1. Hər tərəfdə 3-ə bölsə, y bərabərdir. Alırıq ki, mənfi x minus 3-də 1. İndi üçüncüsünü də sadələşdirsək, bunu da elə buradan gözləyim, buranı silim. Üçüncüsü. Deməli, buradan da x-i atarıq o tərəfə. 2y bərabərdə alırıq ki, mənfi 3x. Hər tərəfi də mənfi 2-yə bölərik, daha doğrusu müsbət 2. Y bərabərdə alırıq mənfi 2-də 3x. Yəni ki, mənfi 1,5x də yaza bilərik bunu əslində. Mənfi 1,5x. İndi baxın burada. A bəndə deyir, qrafik koordinat başlanğıcından çəkir. Bu burada uyğun gələcək üçüncüyə. Çünki x-a 0 verəndə y də 0 olur. Deməli, burada yenə yazaq da üçüncüyə A bəndi uyğun gəldi. İndi baxaq, bucaq əmsalı mənfi 1,5-ə bərabərdir. Bu da elə üçüncüyə uyğun gəldi. Qrafiki 1-1 nöqtəsindən keçir. Bu artıq birinciyə uyğun gələr. Çünki burada x yerinə də y yerinə 1 qoyanda 1 bərabərdə alınır. Mənfi 3-də 2 plus 3-də 5. Buradan da alınır ki, 1 bərabərdir 3-də 3. O da elə 3-də 3-dəki elə 1 deməkdir də. Yəni ki, 1 bərabərdir 1 alındı. Deməli, doğrudur. Buna uyğun gəlir C. Buradan qeyd edirik. D-də deyir, apsoxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əməl gətirir. Yəni ki, burada K-mız K bərabərdir olmalıdır. Tangens 135 dərəcə. Tangens 135 dərəcədəki mənfi tangens 45 deməkdir. Mənfi tangens 45 dərəcə. Bu da verəcək mənfi 1. Mənfi 1-dəki deməli, orada bucaq əmsalı mənfi 1 olmalıdır. İkinciyə uyğun gələr. D bəndi bura. Yəni, K-mız burada mənfi 1-dir. Yəqin görə bilirsiniz. Y bəndə deyir, qrafiki mənfi 1, 3-də 2 nöqtəsindən keçir. Bu da uyğun gələcək. Elə ikinciyə uyğun gələr. Çünki burada baxın, x-in yerinə elə bil ki, mənfi 1, y-in yerinə də 3-də 2 qoyanda doğru bərabərlik alınır. Deməli, 3-də 2 bərabərdir. Mənfi 1. Daha sonra mənfi x də orada, mənfinin təsiri müsbət 1 olacaq orada. Minus 3-də 1. 1-dən də 3-də 1 çıxanda 3-də 2. Həqiqətən doğru bərabərlik alındı. Deməli, buna da uyğun gəlir. 2-yə də D ilə Y uyğun gəldi. Bunları da buradan da qeyd edək. Birincinin qrafikini qursaq, K böyükdür 0, B də böyükdür 0-dırsa, onda deməli, B 0-dan böyüksə, deməli, B Y-oxunu kəsən nöqtə olur da B. Deməli, belə bir qrafik olmalıdır. Yəni, K da 0-dan böyükdür deyəndə birinci və
Üçüncü rüb tərəfindən keçməlidir. Bu formada bir qrafik olmalıdır. İkincini qursaq, K mənfi, B də mənfi. Deməli, bu da dördüncü və ikinci rüb tərəfindən keçməlidir və belə bir olmalıdır. Bu formada bir qrafik. Üçüncüyə baxsaq, K bərabərdir 1 yazıblar. B isə bərabər 0. B 0-a bərabərsə, deməli, koordinat başlanğıcından keçər. K müsbətdirsə, deməli, birinci və üçüncü rüblərdən keçmiş olacaq. Yəni, tam bu koordinat başlanğıcından keçəcək. Baxaq görə hansı variantlar uyğun gəlir. K böyük 0, B böyük 0. Deməli, A bəndə yazıblar ki, birinci və üçüncü rüblərin təm bölənidir. Birinci və üçüncü rüblərin təm böləni əslində burada üçüncüyə aid olur da. Birinci və üçüncü rübün təm böləni olmaq. 3-ə uyğun gəldi A. 1, 2 və üçüncü rüblərdən keçir. 1, 2 və 3 budur. 1, 2 və üçüncü rüblər. B bəndə uyğun gəlir 1-ə. 2 və 4-cü rüblərin təm bölənidir. Bu heç birinə uyğun deyil. Çünki koordinat başlanğıcına keçir və 2-ci və 4-cü rüblərdən keçən yoxdur. Sonra 2, 3 və 4-cü rüblər. Deməli 2, 3 və 4-cü rüblər. Bu da ikinciyə aiddir. D bəndi. A psixonu müsbət istiqaməti ilə kör bucaq əməl gətirir. Müsbət istiqamətlə kör bucaq bu da ikinciyə aiddir. Y bəndi də budur. Deməli 1B, 2D'yə, 3-ə də A uyğun gəlmiş oldu. 9 nömrəli sualda deyirlər. Kx plus B funksiyasının qrafiki üçün uyğunluğunu müəyyən edin. Bu qrafiklərin hamısını göstərmişəm. Birinci, ikinci və üçüncüdə. Birincidə deməli K mənfi deyənə ikinci və dördüncü rüblərdən keçər. B-dəki müsbətdir. Y oxunun müsbət hissəsini kəsmiş olur. B nöqtəsi həmin o qrafikin Y oxunun kəsdiyi nöqtə olurdu. Onda bu da baxırıq hansı variantlara uyğun olar. Birincisi A bəndə deyirlər. Birinci, üçüncü və dördüncü rüblər yazıblar. Birinci, üçüncü və dördüncü rüblər yazıblarsa bu əslində ikinciyə uyğun gəlir. Deməli 2-yə A bəndə uyğun gəldi. B-yə baxsaq, ikinci və dördüncü rüblərin təm bölənidir. Bəli, bu ikinci və dördüncü rübün təm böləni üçüncüyə uyğun gəlir. 3-ə B bəndi. C-də deyirlər ki, 1, 3 və 4-cü rüblərdən keçir. 1, 2 və 4-cü rüblər. 1, budur, 2 budur və bu da 4-cü rüb. Bəli, bu da birinciyə də C bəndi uyğun gəlmiş oldu. Buradan qeyd edək. Birinci və üçüncü rüblərin təm bölənində elə bir şey yoxdur. A psixonu müsbət istiqaməti ilə iti bucaq əməl gətirir deyir. Burada baxırıq ki, A psixonun müsbət istiqamətli iti bucaq burada əməl gətirmə var. Deməli 2-yə də uyğun gəlir A ilə Y. Bunlar belə qutardı. 30 nömrəli sualda deyirlər, hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həcminin zamandan asılı qrafikləri verilmişdir. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 metr kub olan boş hovuzun neçə faizi su ilə dolar deyir. Bunu müxtəlif üsullarla yaza bilərik. Gəlin belə yazaq elə. A kranı 2 saata 18 metr kub doldurursa, onda 8 saata görə nə qədər doldurar? 8 saata x yazaq. Çarpaz vurub bölsək, x bərabərdir. 8 vurulsun 18 bölünsün 2 almış oluruq. Burada da bəzi ixtisarlar aparsaq 2 ilə 8 ixtisar gedir. 4 dəfə 18 elədi bu 72 daha doğrusu. Deməli 72 metr kub bu doldurmuş olacaq. İndi o birisinə baxsaq, ikinci B kranı isə 3 saata 15 metr kub boşaldırsa, onda 8 saata görə nə qədər boşaldır? Yazaq buna da Y. Onda Y bərabərdir. Yenə çarpaz vurub bölsək, 8 vurulsun 15 bölünsün 2 alırıq. 3 ilə 15 ixtisar gedir 5 qaldı. 5 də 8 40. Deməli bu da 40 metr kub boşaltmış olur. Deməli birincisi 72 doldurdu. Bu 40 boşaltdı. Deməli orada nə qədər su qalmış olar? 32 metr kub su qalar. Və deyirlər ki,
Hər iki kran eyni zamanda açılarsa, 8 saat açıq qalarsa, həcmi 50 metr kub olan boş hovuzun neçə faizi su ilə dolar? 32 metr kubu dolar və bu da 50-nin neçə faizi olduğunu tapmaq üçün 32-ni bölürsüz 50-yə, vurursunuz 100-ə. Bu da bərabərdir. İxtisarlar aparsaq 2 vur 32, 64 faiz eləmiş olur. Bu sualın doğru cavabı 64. 31 nömrəli sualda deyirlər, A-nın hansı qiymətində funksiyasının qrafiki yalnız birinci və ikinci rublərdə yerləşir. Yalnız birinci və ikinci rub ola bilməsi üçün də ola bilər ki, burada birinci rub buradır, bilirsiniz. İkinci rub da buradır. Onda funksiya belə bir xət olmalıdır. Yəni, buradan keçməlidir. Birinci və ikinci rublər olsun. Bunun üçün də demək sabit funksiya olmalıdır. Məsələn, y bərabərdir. Yəni, y kəsəndirsə, y bərabərdir. Məsələn, 5 funksiyası və yaxud da y bərabərdir 6, y bərabərdir 7. Belə funksiyalar olanda y-ın kəsən bu formada xət olur. Onda deməli, nə olmalıdır? Burası 0 olmalıdır ki, x itmiş olsun. Burası da 9 minus a kvadratda müsbət olmalıdır. Çünki baxırıq ki, müsbət hissəsinə kəsib y. Deməli, yazırıq a kvadrat çıxılsın 10a plus 16 bərabər 0. Buradan baxırıq ki, bu çevrilmiş kvadrat dənlikdir. Hasil 16, cəm isə 10 verirsə, onda 2 ilə 8 ola bilər. A ya 8 olmalıdır, ya da ki 2 olmalıdır. Ondan sonra bir məsələ də vardı ki, bu nə olmalıdır? 0-dan böyük. 9 minus a kvadratı böyükdür 0 yazırıq. Buradan 9 atsaq o tərəfə mənfi a kvadratı böyükdür mənfi 9. Hər tərəfi mənfi 1-ə bölsək, bərabərsizliyin işarəsi dəyişilir. A kvadrat balaca 9 alırıq. Bunu da həll eləsək, a böyükdür mənfi 3-dən, balaca 3-dən almış oluruq. A da mənfi 3 ilə 3 arasındadırsa, deməli A burada 2-ni ala bilər. 8 artıq həmin aralığa düşmür. Deməli, bu sualın doğru cavabı 2 eləmiş oldu. 32 nömrəli sualda deyirlər, A-nın hansı qiymətlə funksiyasının qrafiki yalnız 3-cü və 4-cü rublərdə yerləşir. 3-cü və 4-cü rub deyəndə, yəni ki, belə bir xət olmalıdır. Yəni ki, y bərabərdir s funksiyası, sabit bir funksiyadır və y bərabər tutaq ki, mənfi 6, mənfi 7 belə olmalıdır. Çünki mənfi hissələrdədir. Mənfi hissələrdəsə, deməli, bu sərbəst həddimiz, burası mənfi olmalıdır. X-in əmsalda 0 olmalıdır ki, bu sabit funksiya olsun. 3-cü və 4-cü rublərdən keçə bilsin. Deməli, a kvadrat çıxılsın 8a plus 15-i bərabərləşdirirsiniz 0-a. Burada köklərin hasili 15, cəmi isə 8 verirsə, onda a burada 3-dən 5 olar. Ya 3 ola bilər, ya 5 ola bilər. Onu təyin eləyə bilmək üçün, baxın, indi a kvadrat çıxılsın 16. Bu mənfi olmalıydı. 16-nı atsaq o tərəfə a kvadrat, balaca da 16 aldıq. Bunu da həll eləsək, a böyükdür mənfi 4-dən, balaca da müsbət 4 alırıq. Onda bu aralıqda da mənfi 4 ilə 4 arasında 3 yerləşir. Deməli, bu sualın doğru cavabı 3 eləmiş oldu. 33 nömrəli sualda deyirlər, xətti funksiyasının qrafikinə görə n parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bunun üçün də qaydaları yaxşı bilmək lazımdır. Deməli, baxırsınız ki, qrafikin y-ın kəsdiyi nöqtə müsbətdir. Deməli, b-miz 0-dan böyük olmalıdır. Və baxırıq ki, yenə burada bu qrafikin x-oxunu müsbət istiqamət ilə əməl gətirdiyi bucaq iti bucaqdır. İti bucaqdırsa tanjins alfa müsbət olur. Onda tanjins alfa bərabərdir k olduğundan k da deməli müsbət olmalıdır. Bu da elə bir ki, baxın, y bərabərdir. Buradan yazıram. Kx plus b formasındadır. Yəni k-mız buradır. Bu da 0-dan böyük olmalıdır. B də budur. Bu da 0-dan böyük olmalıdır. Hər birini 0-dan böyük edib həll edərik. Sonra axırda bunların hər ikisinin həllinin kəsişməsini götürərik. Baxın, indi 4m çıxılsın m kvadrat plus 12. Böyükdür 0-dır. Hər tərəfi mənfiyə vururuq. Niyə? Çünki m-in kvadratının əmsalı müsbət olsun. Belə olacaq da m kvadrat minus 4m minus 12. İşarə dəyişiləcək də mənfiyə böldüyümüz üçün, balaca 0-dan. Bunu da 0-a çevirən qiymət hasil 12 cəm. Hasil mənfi 12 cəm müsbət 4-sə, n bərabərdir 6 və n bərabərdir mənfi 2-dir. Bunu həll eləsək, mənfi 2 və 6-nı ədəd oxunda qeyd edirəm.
Mənfi 2-dən, daha doğrusu müsbət altdan o tərəfə qiymət verəndə burada müsbət, burada mənfi, burada müsbətdir. Bizə mənfi hissə lazımdır. Bunun həlli olur. M daxildir. Mənfi 2-dən 6-ya qədər. Heç biri daxil deyil. Bunlar adi mötərizə yazırıq. İndi o birisini yazaq. 10m çıxılsın m kvadrat minus 16. Bu da böyükdür 0 olmalıdır. İndi hər tərəfi yenə mənfi 1-ə bölürük. Mənfi böləndə də bərabərsizliyin işarəsi dəyişiləcək. Alınır m kvadrat minus 10m plus 16 balacadır 0-dan. İndi buradan 10 biraz səliqəsi oldu, yəqin bildiniz. İndi burada hasil 16 cəm 10 verməlidirsə, onda m bərabərdir 2 ilə 8 olmalıdır. 2 və 8-ə də toxunda qeyd edirəm. 2, 8. Heç biri daxil deyil. 8-dən o tərəfə qiymət verəndə müsbət, mənfi, müsbət. Bizə mənfi hissə lazımdır. Bu da m daxildə alınır. 2-dən 8-ə qədər. İndi bunların kəsişməsini götürsək, m daxil olur 2-dən 6-ya qədər. 2 ilə 6 arasında da m 3'ü ala bilər. Bunlar da cəmini istəyir. 4'ü ala bilər, 5'i ala bilər. Bunlar da cəmilir 12. Yəni bu sualın doğru cavabı 12 eləmiş oldu. 34 nömrəli sualda deyirlər fx xətti funksiyası üçün f3x-5 plus f2x plus 3 bərabərdir 15x plus 12 olarsa f5'i hesablayın. Fx xətti funksiyadırsa fx bərabər də olurdu ki, xətti funksiya kx plus b formasında. Necə ki, məsələn, biz f5'i tapanda nə edirdik? X-in yerinə 5 yazırdıq da. Onda burada da f3x minus 5'i tapanda x'in yerinə burada 3x minus 5 yazırsınız. Onda bu f3x minus 5 olacaq ki, k vurulsun 3x minus 5 plus b. f2x minus 3 olacaq, k vurulsun 2x plus 3 plus b. Bərabərdir 15x plus 12. Sol tərəfi biraz sadələşdirərik. X'in əmsallarını bir yerə toparlayarıq, sərbə sədləri bir yerə. X'in əmsallarını bir-birinə bərabərləşdirərik, sərbə sədləri də bir-birinə. Oradan biz k ilə b-ni taparıq. Əvvəlcə bu mötərizəni açsaq, alınır burada 3kx minus 5k plus b plus 2kx plus 3k plus b bərabərdir 15x plus 12. İndi buradan da 3kx var. Sonra x'in aslı olanlar 2kx var. Bunları bir yerə toparlasaq, əmsal kimi çıxarsaq, olur ki, onda 3k plus 2kx 5kx olur. Sonra sərbə sədlər bunlardır. Və 2 xətt çəkirəm altlarından. Bu da sərbə sədlər olacaq ki, onda burada plus 2b minus 2k olur, elədir. Bərabərdir 15x plus 12. Deməli, demişdik ki, x'in əmsallarını bir-birinə bərabərləşdirərik. 5k 15-dirsə, k burada tapırıq ki, 3 eləmiş olur. K-nı tapdıq. Sonra sərbə sədlərdə demişdik ki, bunlar da bir-birinə bərabərləşdiririk. Yəni ki, 2b minus 2k bərabərdir 12 olmalıdır. Hər tərəfi 2'yə bölsək, b minus k bərabərdir 6. B bizdə, daha doğrusu k bizdə 3'dür. Yəni b minus 3 bərabərdir 6. B eləyir burada 9. B-ni 9 tapdıqsa, onda burada k-nın və b-nin yerinə qiymətlərini yazırıq. Fx bərabərdir kx, yəni ki 3x plus b də 9. Bizdən f5'i tapın deyirlərsə, f5 bərabərdə alınır ki, 3 vurulsun 5 plus 9. Yəni 15 plus 9, bu da eləyir 24. Yəni bu sualın doğru cavabı da 24 eləmiş oldu. Axırıncı 35 nömrəli sualda deyirlər, L1 və L2 düz xəttləri qarşılıqlı perpendikulyar olarsa, L2 düz xəttinin tənliyini yazın. Qarşılıqlı perpendikulyardırsa, onda burada K1 vurulsun K2 bərabərdir
mənfi 1 olmalıdır. Qarşılıqlı perpendikulyar olanda düz xətlərin qarşılıqlı vəziyyətini artıq yaxşıca bilməlisiniz. Nə vaxt perpendikulyar olurdu? K1 ilə K2-nin hasili mənfi 1 olanda. İndi baxaq, burada deməli K1-i tapmaq lazımdır. K1 tapandan sonra yerinə qoyub burada K2-ni tapa bilərik rahatlıqla. İndi baxın burada. L1 üçün funksiya belə olacaqdır ki, düz xətti də y bərabərdir. Xətti funksiyadır. K1x plus B1 formasında. İndi baxın burada. Bu L1 hardan keçib? 4 nöqtəsindən A4-4-dən və burada mənfi 2 0 nöqtəsindən keçib. Y artıq burada 0-dır. Deməli, mənfi 2 0-da nəzərə alsaq, alınır burada bu x-in qiyməti, bu y-in qiyməti. 0 bərabərdir. K1 vurulsun, mənfi 2 plus B1. Ondan sonra indi baxın burada 4-4'ü nəzərə alsaq, alınır ki burada 4 bərabərdir. K1 vurulsun. Həm x, həm y 4'dür də bildiniz. Plus B1. İndi bizə lazımdır K-nı tapmaq, K1'i tapmaq. Ona görə hər tərəfi tərəfə çıxaq. Tərəf-tərəfə çıxanda B1'lər itəcək. 0 minus 4 mənfi 4 alınır. Mənfi 2K minus 4K, mənfi 2K1 daha doğrusu çıxılsın 4K1, mənfi 6K1 tapmış olur. Buradan da K1 bərabər də alınır. 6 da 4. Bunu da hesab aparsan 3'də 2 alınmış olur. K1'in 3'də 2 aldıqsa, deməli burada yerinə qoysaq, bunu başqa bir rəngdə yazmaq istəyirəm. Onda alınır ki, burada 3'də 2 vurulsun K2 bərabərdir mənfi 1. Buradan K2 bərabərdir, onda alınır. Mənfi 2'də 3 almış oluruq. K2'ni tapsıqsa mənfi 2'də 3. Onda L2 üçün belə olurdu ki, y bərabərdir. K2 x plus B2 olurdu da. B2. İndi baxın onda. Onda alınır y bərabərdir. K2'nin yerinə mənfi 2'də 3 yazıram. Mənfi 2'də 3 x plus B2. İndi bizə B2 ilə tapmaq lazımdır ki, tənli yazmış olaq da. İndi baxın, L2 də həmçinin A nöqtəsindən 4 nöqtəsindən keçir. 4 nöqtəsi keçirsə, deməli x-ə 4 verəndə y də 4 alınmalıdır. X ilə y-nə 4 verəndə oradan B2'ni tapa bilərik. Deməli 4 bərabərdir. Mənfi 2'də 3 vurulsun 4 plus B2. Bunlar ixtisara düşdüsə, alınır 4 bərabərdir. Mənfi 6 plus B2. Buradan da B2 bərabərdə alırıq. 4 plus 6 yəni 10. Bunu alandan sonra deməli L2'nin tənli belə olacaq. Y bərabərdir. Mənfi 2'də 3x plus 10 formasında olmuş oldu. Yəni bunu da tapdıq. Axırıncı sual idi. Sualların sayını azaldıblar. Əvvəlki test toplusunda funksiyanın birinci bölməsi 69 dənə test idi. İndi 35 dənə ediblər. Bunu xeyli azaldıblar. Bugünkü izahlarımız bu qədər. Əgər izahlar sizə faydalıdırsa, zəhmət olmazsa videonu bəyənin, dostlarınızla paylaşın və şərhlərdə davamının gəlməsini istəyirsinizsə, şərhlərdə bunu bildirin. Və izahlar haqqında fikirlərinizi də bildirməyi unutmayın. Sağ olun.